Herkese yeni bir bölümden salamlar. Mən Azər Gamer. Bu gün Minecraft modlu Survivor'ın ikinci bölümünü çəkirik. Bu bölümdə evi böyütəcəyik, bir dənə toyuq üçün yer düzəltəcəyik, bir də madən giriş eləyəcəyik. Bu qədər, gəlin başlayaq. İlk olaraq biraz toxum yığmalıyıq. Bu toyuqları yığmaq üçün əlimizdə 4 dənədir, biraz yığaq. Görək nə qədər eləyir. 10 dənə, qəşəng 10 dənəsi bəs eləyər bizə hələ ki. İndi isə gedək bir dənə özümüzə çubuq, odunumuz yoxdur, gedək biraz odun qıraq. Bu da məncə bəs eləyər, görək bir nə qədər oldu. 40 dənə bəs eləyir bunu. Gedək indi düzəltməyə. Bunları da yol üstündə yığaq. Bunu belə qoyaq. Bunu da qoyduq və vəssalam. İndi isə getdik toyuqları getməyə. Geçən gələ burada biri var. İlk bunu aparaq. Bunu qoyduq bura, getdik ikincisini gətirməyə. Burada da biri bunu da aparaq. Oldu qəşəng 2 dənə. İndi bu da girsin bura, qəşəng gəlin bəri. İndi bura kütləşdirək ikisində. Bunu beslə, bunu da beslə, qəşəng. Bu işlərini görsün, biz də çıxaq gedək. İndi biraz da ağac qırmaq lazımdır, madən düzəltəcəyim ona görə. Və bu qədər yəqin bəs eləyər də, bütün meşəni qırdım. Madəni burada düzəldə bilərik məncə. Bu yer yaxşıdır. Bu qabaq tərəf. Çox evin yanında istəmirəm olsun. Burayı da idealdır məncə. Buradan qoyaq, başlayaq. Odundan qoyaq, başlayaq onu da buradan. Eləyək. Və bu da belə, demək olar qutardı. Yaxşıdır. Bir dənə için qazmaq qaldı. Onu da qazarıq indi. Amma gün batır, gedək. Ən yaxşısı yataq. Və gəldi. İndi burada bir dənə özümüzə görə harada var. Burada sandıq düzəldək. Sandıq iş düzəltməmişik. Qoyduq buradan. Burada nə var, nə yox, hamısını ataq. Əti qoy bura pişirərik. Nəysə daha yataq. Onu da qoy pişsin. Bu əti yeyən yaxşısı, canımız yoxdur. Canımız var, aclığımız var. Onu yedik və salam yatdıq indi. Qəşəng durduq indi. Canavarıq. Bunları qoy yerinə hamısını. Hamısını qoy bura. Odunlar, yadlar, bu da yada qalsın, toyuqlara verərik. Bunlara yadlar qoy, qapına qoy, lazımsız hamısı. İndi gedək. Toyuqları nəsə kütləşdirək. Yumurta da var, qəşəng. Yumurta bol, 3 dənə qəşəng. 3 dənəsini görək qırsaq nə qədər çıxaraq. Buranı qıraq, görək bir nəsə toxumdan yaddan. Qəşəng 3 dənə. Belə 3 dənə, 4 dənə, 5 dənə, o qəşəng 5 dənə, bunlar doyuraq, daha da çoxalsınlar. İndi də bu yumurtanı ataq, ən azı bir dənəsi çıxarda yəqin. O, 2 dənə çıxdı ya. O, 2 dənə çıxdı deyəsən, ya da 3 dənə. Axır qəşəng, getdik. İncə buranı qazaq, biraz qazdım buranı, devam eləmək lazımdır. Və bu qədər yəqin yaxşıdır. Düz, çox qazmadım, amma gəlib təzən qazaram yerinə. Gedək evə. İndi gəl bıraq, özümüzə 2-3 dənə
kazma eləyək ən yaxşısı. Bir dənə balta da eləmək lazımdır. 2 dənə kazma gedək, bir dənə mədən axtaraq. Dəmir yad lazımdır bizə. Bir dənə də qılıc eləyək. Zombi yad gəlsə vura bilmə. Getdik. Ən yaxşısı bu tərəfə gedək. Burada məncə mədən olar, bu dağ tərəfdə. Bura, burada yarıq var. Burada bəlkə mədən ola bilər. Baxaq. Yox, balacadır, amma dəmir var burada. Qəşəng bir dənə dəmir, 2-3 dənə olsa yaxşı olar. Görək. Bir dənə. Hayır. İncə burada görək bir varmı? Hə, var, özünə boşda. Qəşəng, burada dəmir ola bilər. Olar yəqin ki. Kömür yodda var, kömür də alaq, kömür də ehtiyacımız var. Fırına ancaq odunla nə satırıq. Kömürdən biraz qıraq. Çox lazım olacaq bizə. Və bu da axırıncı, qəşəng qutarmaq bilmir ala. Gəl buradan gedək. Burada zombi yad var, adam qorxur. Yuxarıdan getməyək, düzünə. Görək, ora qaranlıqdır. Belə gedək. Burada deməli nə var, aşağı düşürük, lav var imiş. Burada dəmir yad olar, elmas olar bəlkə. Elmas inanmıram tapağım, bəlkə də ola bilər. Ki, bu qabaq tərəfə gedək, lava dəyməyək. Görək bir qıraqdan. Gəl bəri, burada olar məncə. Biraz da gedək qabağa. Var, qabaqda deyil var orada. Gedək onu görsək. Buradan ən az bir yəqin 2 dənə 3 dənə çıxardaq. Biri oldu, ikisi. Ola 2 dənə gəlmir, 2 dənə də alaq. 2-3 dənə çıxmalıydı da ən az. Burada yerdə bir də var, bunu da görsək. Olsun, bundan bir yerdə 3, bir yaxda biri var idi, oldu 4 dənə olsun. Burada iş bağlıdır, onda qaydıq geriyə, o tərəfdən gedək. Buradan bu bir zombi olan tərəfə gedək. Burada elə belə baxaq. Amma qaranlıq deyil bura. Bir dənə mişalə eləyək. Buranın yandıraq görək bir nə qədərdir. Dərin yadda ölmüş, qaydıq geri. İndi burada zombi də var, creeper da var. Yəqin öldürəcəklər imanı, sən öləcəm burada. Görək, patlamadan öldürə bilsək yaxşı olar. Və qəşəng. Gəl aydınlat. İkisi də gəlir, heç nə olmaz, öldürərik yəqin. Creeper patlatsam qəşəng var. Bu da zombi də qəşəng. Bax belə. İncə burada yəqin dəmir yad olar da yəqin ki. Baxaq. Yoxdur hələ ki. Mutdaşsanla bu boyda yerdə dəmir çıxmadı ya. Belə şey olar. Bırıq hara çıxır. Deməli, qoyun yad var. Valla, bizim evin arxasıdır bura. Vay belə. Deməli, gəldi, axşam oldu. Mədən 400 dənə dəmir tapdı. Nəysə, bunu da qoyaq kömürdən ilə bir yerdə pişsin. Və yatdıq qəşəng. İndicə, deməli, nə qarmalıyıq? Gəldik mədəni qazma. Buranı biraz qazaq görək, bir dəmirdən yaddan çıxarır bilərik. Və bu da əlimizdəki axırıncı qazma idi, qırıldı. İndi çıxaq yuxarı. Dəmir yad çıxmadı hayf, amma kömür yad bol çıxdı qəşəng. Daş yad da qəşəng bol var. Gedək evə tərəf, bu cibciblər yadlar da böyüsünlər. Deməli, nə qədər 47 dənə kömür. Beləncə 3, 4. 4 stekdə daş yaxşıdır məncə. Pisdir. Bunlar böyük bir şey. Bura yumurta var. Bunun asas kök bir cibcib çıxar. O bax qəşəng. Biraz da toxum yığaq. Bunlar böyüdək.
daha da çox olsunlar. Qəşəng 18 belə, oradan 19, burada bir də 20-dən bəs eləyər pulunu. 20-dən yaxşıdır. Gəl indi bəri bunların hamısını böyüdək. Onun əlavə axşamdır. Yataq birinci ya da buradan. Axşam oluyor. Gəl birinci yataq ya da. Arxadan zombi yad gələr gördə sonra ya da creeper'dan ya da. Yataq duraq sonra cibciblərin hamısını, cibcib deyirəm, yəni toyuq. Toyuqların hamısını duraq böyüdək. Deməli, gəlin də heç bir qasmayın qəşəng. Gəlin bəri. Bir dənə də plus yumurta. İndi bunlar görək bir nə qədər olacaq olar. Hamısı baladır. 3 dənə böyük. 7-8 dənə bala. Bu da belə qəşəng. Deməli, gəlin indi buranın hamısını torpaq eləyək. Evi bura tikəcəyik də. Buranın hər tərəfi torpaqdan dolduraq. Mınqır. Buranı da torpaq eləyək. Bunlar da qır. Belə qəşəng düzənlik. Buradan böyüdə bilərik evi. Buranı torpaq elə. Bir dənə buranı dolduraq. Qalan qalsın. İndi bu nə tər çıxıb ola? İçəridə görüydün sən. Yəni, balalı şeydir. Haradan çıxıbsa. Nəysə, gəl indi şeydir. Bunu görüm, sala bilərəm içəri. Gələcək bu, gəlir. Sala bilsək yaxşı olar. Gəlin bəri, gəl. Bunları böyüdə biləriksə böyüdək də. Böyüdək deyirəm, cütləşdirək. Gəlsən, qəşəng. İndi gir evə, gəl craftingə, qa. Deməli, bizə nə lazımdır? Balta. Qəşəng, baltamız qırılmışdır. Qırılmaya yaxındayım. Gedək, biraz da ağaç kəsək gələk. Bununla da yəqin bəs eləyər. O ağaçdan sən hamısını qırdıq. Getdik hamısı. Burada nə qədər fidan, hamısı düşüb. Bunları götürərik, sonra əkərik. Ya da indi əkək 2-3 dənə. Yox, nə qədər var ola. Çox deyil. Elə çox deyilmiş. Yox, var imiş. Bunlar da yıxsaq hələ çoxdur. Bunların hər tərəfi yığaq. Əkək. Gələn səfər gələndə təzən bir də uzaq tərəf getməyik də. Elə buradan qırıq gedək. Bu da belə ev demək olar ki, qutardı. Buranı da indi pəncərə ilə eləyərik. Qoy bura. Bəs eləyər də yəqin pəncərəmiz. 18 dənə bəs eləyər. Qəşəng. Buranı da düz yağış da yağır. Yatma olmur özü havalı. Bilmirəm niyə. Bunları da qoyduq və salam qutardı. Gəl baxaq bir nəsər görsən ki, oradan. Gəl indi bu toyu da aparaq qoyaq. Bu bilməm bizdən çıxıb, yoxsa bu da çıxıb, bunlar qaçırlar. Sən elə, yoxsa bu qədər haradalar. Bunlar indi cütləşdirsək, nə qədər qəşəng böyük toy. Pullanırlar, bunlar. Allah bir buradan qaçıblar, bəlkə də. Nəysə ki, bunlar o yerdə. Cütləşdirək. Gəl sən də. Gəl də bura, hə. Qəşəng sən qaldın, sən, bir də sən, başqa o heç olmur. Yoxsa olmur ya. Hə, nəysə, vurdum deyinə küstü yəqin. Gəl sən də və salam, yəqin bu qədər bəs eləyər. Gəl getdik. Oy belə, bölünə keçdik. Onu öldürsək yaxşı olar. Vay, çox vurur bu da. Sən öldürəcəyik. Ay belə. Nəsə yatmaq da olmur. Ki, onu da öldürək, yoxsa yatamayacaq. Ki, bura qəşəng bir can qalxmış elə. Qəşəng öldürdük, yat indi. Qəşəng yata bilirik indi. Deməli, vay, nə oldu la? Hə. Ki, indi belə buran bağla. Deməli,
Burada bir dənə də skelet var. Onu da öldürsəksən yaxşı olar. Qəşəng bizə kemik verər də. Gəl bura, sən nə zorladın? Qəşəng 2 dənə creeperin arasında durub öldürəmirəm yarım saatda. Gəl getdik indi evə. Deməli, indi hara? Böyüklər, bunlar qaçır. Sən elə. Nəysə. Sən qaçırlar bunlar amma. Bunları bax, indi çıxdı bu. Yumurtayıblar qəşəng. Nə çarpılan qaçırlar ya. Buranı böyüdəyirsən. Bu da belə qəşəng. Böyük oldu. Gəl indisi başqa var orada. Yox imiş, yumurta var imiş. Sən də gəl 2 dənə. Qabaqda da var biri, onu da gəşərik indi. Gəl bəri, gəl. Ay belə gəlin də, oraya ilişirlər ha bu. Bu nədir la, şüşə. Bura niyə qoymuşam ama? Ay ilişdi qaldı yox. Nəyəsə gəldi. Qapıyı gəl. Burada da var qəşəng. Bu ikisini də yazsam. Gəl. Orada bir də var. Yanıcı yazsam. Gəl, sən də gəl. 3 dənə gəlin. Aparam sizi. Gəlin. Tullan gəlirlər. Bu nə geçmir var? Gəlin. Bəri. Gəlin. Bunlar da ilişdi ya. Mutdaşırlar bunlar. Normal tək gələnmirsiniz bunlara. Gəlin də bəri. Siz. İndi qəşəng tək gəldilər. Qəşəng. İndi bunların hamısını besləyək. Görək bir nə qədər olacaq. Çox qəşəng yemək problemi aradan qaldırıldı da qəşəng. Bu qaçdı. Qaçanın cəzası ölüm. Ona görə həm yeməmiş qalmamışdı qəşəng yemək. İndi nə var Allah? Deməli, heç nəyə sonunda niyə baxsın var? Fikirləşən nə var? Yataq aparaq yuxarı. Bundan əlavə ki, buranın deyək, sandıq otağı. Deməli, gəl bura, sandıq. Burada var 2 dənə, 3 dənə, 4 dənə bəs eləyər. Fırın da elə 4 dənə ya da elə səhv bəs eləyər qəşəng. Al bura. Qoyaq bura, amma bulanın yerinə qoyaq məncə. Fırını qıraq ən sırda. Şöyle kazmamız yok diye ay belə. Gəl buradan. Gəl. Bir dənə kazma. Qəşəng qoy bura. Qır bu fırını. Qəşəng indi crafting'i də qırmaq lazımdır. Balta. Yəqin baltamız var deyil. Şöyle bir var imiş, qırılmayıb qəşəng. Gəl sən də qır. Bura 2 dənə sandıq qoyaq. Qəşəng. Barıya crafting'i qoyarıq. Bura fırınları qoyaq. Bubisi böyrdən sandıqlar qoyaq. 2 dənə var əlimizdə. Burada ən üçüncü crafting'i. Bu da belə qəşəng. Pissör. Amma hələ ki bulanki bomboşdur. Hələlik bunları ataq ya da daşlar yadlar qoyaq bura. Bura qoyaq bunları nəysə. Bunları da qoyaq bura hamısını. Belə qəşəng. İki bu ağaçlarda tikək hamısını bura. Qəşəng. Bunları da hamısını qoyduq. İndicə nə var Allah. Yatağa ən yaxşı aparaq qoyaq yuxarı. Aşağıda yatmayıq, yuxarıda yataq. Deməli hardan qoyaq? Bu pəncərə olan köşkdən buradan qoyduq, bəs eləyir. Bir dənə də özümüzə crafting eləyək. Həm yuxarıda olsun, həm aşağıda. Elə bunu da qoyaq. Bu köşkdən buradan qoyaq elə ən girişdən. Deməli, indi başqa yəqin heç nə bu qədər də. Bu videoda nə elədik? Deməli, evimizi böyütdük. Kemik var ya sizə.
kemikdən göy bir it var. İti evcilleşdirə bilərik. Eləsək qəşəng olar. Deməli, bura 2 dənəsindən yəqin olar da. Birinci olmadı, ikincidə olmadı. Hayır, alınmadıq. Deməli, bu videoluq yəqin ki, bu qədər bəs eləyər. Deməli, bir dənə ev tikdik, bir dənə toyuq yer elədik, bir də mədən tikdik, daş mədəni. Daş mədəni deməyək, yəni madəndə oradan qazıb eləyəcəm mən videodan sonra, onu dərin eləyərəm. Nəsə, bu videoluq bu qədər. Sağ olun, salamat qalın.